İbrahim tək qalıb təvhid qəhrəmanıdır. Həzrət İbrahim əleyhissalam. Dünən oxumuşam, elə bura hazırlaşanda. Cəmaata deyiblər ki, odun qalıyın, bunu atın odunun içinə. Cəbrail əleyhissalam dayanamır, gedir, lax, bilirsən, xəbəbəkə başın qarışıb. Sənin xəbərin yoxdur ki, bu bir dənə təvhid adamı tək Allahlı zarafat elədim, onu da kəsib çıxardarlar. Zarafat edirəm, Allahın yadından çıxmır. Deyir ki, təvhid qəhrəmanı onu oda atırlar, qutardı da heç nə qalmayacaq. Cavabında budur ki, sakit ol, Cəbrail'ə deyir. Çox hakü salma yəni, görürəm. Gedim kömək eləyim ona, gedir, gəlir kömək eləməyə. Fəqal ya İbrahim, ələkə hacə, gəlir, görür ki, oda atırlar, mancanağın üstündədir. Deyir, İbrahim, bir sözün, qulluğun, bir hacətin var, bir çətinliyin var. Fəqal, əmma iləykə fəla. Bəli, çətinliyin var, amma sənə deyiləsi deyil. Sənə ehtiyacım yoxdur. Qalə Cibril, fəsəl Rabbək. Cəbrail dedi, onda Allah'a çağır. Fəqal, həsbi min suali, ilmuhu bihali. Deyir, özü görür vəziyyətimi. Vəziyyətimi görür və kifayətdir mənə. Xəbərdardır vəziyyətim. Od qalanıb, mələklər bilmir, nə olacaq? Yer, göy dəyib bir-birinə, bir dənə təvhid əhli var, o da gedir odun içinə. Aram dedi, təvəkkəltu alallah, Allaha təvəkkül edirəm. Allah da səssiz dayanıb, buradadır, görür, oyun qurub, sakit dayanıb səssiz. Amma hər an onun nəzarətindədir. Bu həlledici məqamdır. Təvəkkəltu alallah, ayağını atdı, Quranda da ayə. Qulna yanar, kuni bərdən və səlamən ala İbrahim. Dedi, ey od, İbrahim üçün soyuq və salamat ol. Gülüstana çevirdi odu. Vəssalam, o məqamdaydı, rəhməti ilə belə təzahür olunur. Bir balaca qırağa çəkilir ki, sən qabağa gedəsən, inkişaf eləsən, sən də o saat deyirsən, haradasan, vay mən tək qaldım, nə olacaq? Vəssalam, itirdin özü, şeytana verdin, yüyəni verdin onun əlinə. Rəhməti belə məqamlarda hiss eləmək.